Bəzi insanlar biz şirkdən danışanda, tövhiddən danışanda sanki qıcıq olurlar. Bunlar ancaq tövhiddən danışır və yaxud da ki, bunlar ancaq şirkdən danışır. Peyğəmbərlərin gəlişinin əsas hədəfi, qayəsi, missiyası bunun üzərində qurulub. Cəmiyyətləri düzgün inanca yönəltmək üçün, cəmiyyətləri, insanları yalnız tək olan Allaha yönəltmək üçün, Allahdan başqasına yönəltməmək üçün. Niyə qıcıq olmalıdır insan? Məyər biz deyəndə ki, yalnız Allaha ibadət etmək lazımdır. Başqasından kömək istəmək olmaz. İnsan niyə qıcıq olmalıdır? Zaten bu dinin əsas gəlişi də, əsas hədəfi də, qayəsi də bunun üzərində qurulub. Allah Teala bütün peyğəmbərləri bunun üçün göndərib. İnsanları, yer üzərində yaşayan insanları tək olan Allahı tanıtmaq, ona ortaq qoşmamaq, onu təkləşdirmək üçün. Ona görə biz insanlara yalnız tək olan Allaha ibadət edin dedikdə və Allaha ortaq qoşmayın dedikdə, bundan əzəmətli nə ola bilər ki? İnsanın bundan daha dəyərli öyrənəcəyi başqa nə ola bilər ki? Ən birinci insanın öyrənəcəyi bu olmalıdır. Məyər sən İslam'a addım atmısansa, iman gətirmisənsə, ən birinci sən öz Rəbbini düzgün tanımalısan. Və ona xələl gətirən, onun uluhiyyətinə, ilahlığına, onun rububiyyətinə, Rəbliyinə, onun sifətlərinə, adlarına xələl gətirən, naqisləşdirən bütün günahları bilməlisən ki, sən ondan çəkinəsən. Bəli, insanlara şirki çatdırmaq lazımdır. Öyrətmək lazımdır ki, insanlar bilsin ki, bu əməl şirkdir. Allaha ortaq qoşmaqdır. İnsanlar bu günahın, böyük günah, əzəmətli günah olmasından xəbərdar olmalıdır ki, o günaha düçar olmasın.